2025-ci il blok imtahanında istifadə olunan 19-cu suala baxaq. Deyir ki, əlavənin hansı cümlə özünə aid olması ilə bağlı ardıcıllığı müəyyən eləyək. Səmanın dərinliklərində ağ buludların arasında, baxın, ağ buludların arasında. Səmanın dərinlikləri deməli hara imiş? Ağ buludların arasıymış. Əlavə özündən əvvəlki üzvə aid oldu, onu aydınlaşdırdı. Bu demək nədir? Ağ buludların arasında. Harada? Nə oldu? Zərflik. Bura qoyacağım 3. Sonra, o günlərin xatirəsi hələ də bizimlə, qanlı qadalı günlərin canlı şahidləri ilədir. Bizimlədir, şahidləri ilədir. Və bu axırıncı dır var ha. Bunu artıq xəbər elədi. Ona görə burada dır ixtisar olunub da. Bunu neynirəm? Olur, burada xəbərin əlavəsi artıq. Kimlədir? Bizimlədir. Biz deyərkən kimi qəsd eləyirik? Demək, əlavə neynədir? Bizimləni aydınlaşdırdı artıq. Qanlı, qadalı günlərin canlı şahidləri ilə. Bu oldu xəbər. Sonra oldu 4. Demək, 3, 4. Öyle mi? Qaldı 2 tane variant. Leyli və Məcnun operası. Üzeyir Həcibəyevin ölməz əsəri. Nə? Leyli və Məcnun operası. Bunu aydınlaşdırır. Hacibəyevin ölməz əsəri. Bu da oldu mübtədanın əlavəsi. Mübtəda da 1. Aşıq Səfər sazı dostunun yadigarını. Sazı. Saz nədir? Sazı aydınlaşdıraq. Dostunun yadigarıdır. Elə mi? Bu da deməli tamamlığın əlavəsidir. 2 də olacaq sonda. 3, 4, 1, 2. Demək, əlavə nə edir? Özündən əvvəlki üzvü daha da mənasını aydınlaşdırır, konkretləşdirir.